Baxaq 81-ci suala. 3 cür iyon verib, amma hər üçü eyni elementin iyonlarıdır. Yəni, eyni elementdən söhbət gedirsə, deməli, bunların hər üçünün protonları eynidir. Ona görə hər üçünə x3 mənfi, x3 müsbət və x5 müsbət. Hər üçünün proton sayı eyni bir ədəd götürürəm. A. Məlum deyil, eyni hərfini. Və elektron sayını hesablayıram. A düzünə gələndə mən demişəm işarə dəyişilir. A plus 3. Düzünə gələndə işarə dəyişilir. A minus 3. Yenə düzünə gedirik. A minus 5. Deməli, elektronların ümumi cəmi 16-dır. Və tapıram. A plus 3 üstəgəl A minus 3 üstəgəl A minus 5 bərabərdir 16-ya. Və buradan 3A çıx, 3-lər ixtisar gedir. 5 bərabərdir 16. 16-nın üstünə 5 gələndə 21, A-nı tapıram 7. Və x-in x eynidir deyə hər üçünün proton sayı 7-dir. Proton sayı elə nüvə yükü deməkdir. Ona görə nüvənin də yükü bilirik ki, nüvəyə yükü verən protondur. Çünki nüvədə yalnız proton və neytron var. Neytronun yükü 0-dır. Proton isə müsbət yüklüdür. Ona görə proton sayı elə nüvə yükünü verən protondur deyə müsbət 7. Doğru variant A variantı.